Salam əziz MİQ və sertifikasiyaya hazırlaşan dəyərli müəllimlər. Mən Günay Hacıyeva bugün sizlərə texnologiyadan MCI.az tətbiqindən onlayn sınaq imtahanının izahını verəcəm. Sınaq imtahanına keçməmişdən əvvəl tətbiqimiz haqqında istəyirəm ki, sizlərə məlumat verim. İstənilən MİQ, həmçinin sertifikasiya imtahanına hazırlaşan müəllim namizəd MCI.az tətbiqindən istifadə edə bilər. Bunun üçün yalnız bir dəfə ödəniş edirsiniz və sizə özəl kod parolla sistemə daxil olub imtahana qədər saytdakı, tətbiqdəki sınaqlardan faydalanırsınız. Hal-hazırda tətbiqimizdə 20 sınaq imtahanı mövcuddur və yanvar ayının ilk həftəsindən etibarən tətbiqə yeni sınaqlar yüklənəcək və ümumilikdə İmtahana qədər tətbiqdəki sınaqların sayı 50-dən yuxarı olacaq. Həmçinin siz tətbiqi əldə etməklə bir test bankındakı testlərdən artıq test işləyəcəksiniz. Buradakı suallar səviyyələrə uyğun hazırlanmışdır. Şəkilli testlər, situasiya sualları, kurikulum əsaslı suallar, həmçinin sadədən mürəkkəbə doğru suallar yer almaqdadır. Tətbiqimizdə yalnız çətin səviyyəli suallar yoxdur. Çünki müdavimlər yalnız çətin, anlaşılmaz, qarışıq suallara öyrənirlər və MİQ imtahanında gedib bunları görməyəndə, belə deyək, çətini öyrənmiş müdavim nə edir? Asanı işləyə bilmir. Və yaxud da ki, elə müdavim var ki, yalnız asan səviyyəli testlər işləyir, sinif testlərinə üstünlük verir, 5-ci sinifi 9-a qədər bitirir, təzədən qayıdır, 5-ci sinifi təzədən 9-a kimi təkrar bitirir. Bu inkişaf deyil, müəllimlər. İnkişaf o deməkdir ki, qarışıq sınaqlar işləyəsiniz. Tam təbii ki, proqramı bitirəndən sonra, proqramı bitirməmişdən əvvəl bunu etmək mümkün deyil. Proqramı bitirdikdən sonra siz bol-bol sınaq işləməlisiniz. Vaxtı bölməyi tənzimləməlisiniz. Elə bu tətbiqdə sizə burada daha da faydalı olacaq ki, tətbiqimizdə zaman verilib. Hər sınaq imtahanı üçün 60 dəqiqə vaxt veriləcək. Səhv düzü aparacaq. Suallar həm MİQ imtahanında olduğu kimi 40 sual, həm də ki, sertifikasiyada olduğu kimi 50 sual olacaq. Və yenə də vurğulayıram ki, suallar səviyyələr üzrə olacaq. Asandan çətinə doğru hər səviyyədə sual görəcəksiniz. Hal-hazırda tətbiqdə 850 sual nümunəsi var. Bunlardan 5 sınaq 50 suallıq, 15 sınaq isə 40 suallıqdır. Bundan sonra yüklənən sınaqlar içərisində həm 50 suallıq, həm də ki 40 suallıq sınaqlar olacaq. İndi gəlin keçək sınağımızın izahına. Qeyd edim ki, müəllimlər, tətbiqdən istifadə etmək istəyən müəllim namizədlər və yaxud da ki, sertifikasiyaya hazırlaşan müəllimlər 050 767 26 55 nömrəsinə yazıb maraqlanmaları xahiş olunur. Yazan zaman sizə tətbiq haqqında ətraflı məlumat göndəriləcək. Yenə vurğulayıram ki, yalnız bir dəfə ödəniş edəcəksiniz. İndi gəlin sistemə daxil ol butonuna tıklayaq. Və burada gördüyünüz kimi bizi sınaq imtahanları qarşılayır. Qarımızda yağır yeni il abu havası. Ümumilikdə 20 sınaq imtahanı var və bazar günündən etibarən hər həftə yeni sınaqlar yüklənəcək. İndi gəlin sizə bir sınaq imtahanı seçim və izahına başlayaq. Aha, müəllimlər, sizin üçün bir sınaq imtahanı seçdim. Baxın, görürsünüz, burada bizim vaxtımız var. 58 dəqiqə vaxtımız qalıb. Əslində 60 dəqiqədir. Sistemə daxil olanlar kimi müəyyən zaman keçdi və 58 dəqiqə vaxtımız var. Gəlin keçək sınağımızın izahına. Birinci sualımız. Dəliyin görünməyən konturu hansı xəttdə göstərilir? Dəliyin görünməyən konturu ştrixli xətlə göstərilir. Bilirik ki, xətlərin 4 növü var. Bütöv əsas, bütöv nazik, çıxarılan və ölçü göstərilən. Detalın konturu bütöv əsas xətlə göstərilirdi. Çıxarılan və ölçü göstərən bütöv nazik xətlə göstərilirdi. Simmetriya oxu ştrix nöqtəli xətlə göstərilirdi və dəliyin görünməyən konturu ştrixli xətlə göstərilirdi. Qeyd edim ki, MİQ imtahanı olan bir gündən bu suallar demək olar ki, ara-ara imtahanda istifadə edilmiş sual tipləri olub.
Bu gördüyünüz sualda elə imtahanda istifadə edilmiş sual nümunəsidir. Keçək ikinci sualımıza. Bunun üçün sonraki sual butonuna tıklayırıq. Ailəvi sahibkarlıq fəaliyyəti hansı amillərdən asılıdır? Bu da imtahanda istifadə edilmiş sual nümunəsidir. Əgər aranızda MİQ imtahanda iştirak edən müəllim varsa və dəfələrlə hətta iştirak edən müəllimlər varsa, özləri biləcəklər ki, hansı sual nümunələri imtahan səviyyəlidir və imtahanda istifadə edilmiş sual tipidir. Ailəvi sahibkarlıq fəaliyyəti bir neçə amildən asılıdır. Bunlardan birincisi, pul vəsaitlərinin mövcudluğu, ailə üzvlərinin yaşı yoxdur, ailə üzvlərinin bilik bacarığı, sərbəst vaxtın mövcudluğu, əmək qabiliyyətinin olması, ailədə istehsal alətlərinin və onların əldə olunma imkanlarının olmasından. Düzgün cavabımız 1, 3, 4, 6 C variantı. Sonraki sual. Danışıq zamanı şəxsi və işgüzar münasibətdə gözlənilməsi lazım olan sərhəd hissidir. Bu olmadıqda sözlər və hərəkətlər münaqişəyə səbəb olar. Müəllimlər, əgər bizə sərhəd hissi deyirsə, sərhəd hissi nədə idi? Təbii ki, mərifətlilikdə idi. Mərifətlikdə həmçinin bizim növbəti bir açar sözümüz də var ki, qarşısındakı insanın reaksiyasını olduğu kimi görməyə imkan verən daxili duyma qabiliyyətidir. Testlərdə bəzən sərhəd hissi sözünü görməyə bilərsiniz. Daxili duyma qabiliyyəti sizlərə verir. Daxili duyma qabiliyyətini görən kimi bilin ki, söhbət mərifətlikdən gedəcək. Gəlin digərlərinə də baxaq. Görək digərləri nə deməkdir? Ədəblilik. Ədəblilik nə deməkdir? İstənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq. Dürüstlük, doğru danışmağa meyil göstərmək, doğrunu sevmək. Zəriflik, insanların fərdi xüsusiyyətlərini aşkarlamağı nəzərə almaq. Nəzakətlilik isə ətrafdakı insanlarla münasibətdə mədəni və nəcib davranmaqdır. Həmçinin nəzakətlik nə idi? Davranış mədəniyyəti normalarının siyahısında ilk pillədə duran nəzakətlik idi. Keçək növbəti sualımıza. Mövsümi xərclərə aid olanları seçin. Bilirik ki, bu da imtahanda istifadə edilmiş sual tipidir. Müəllimlər, mövsümi xərclərə aid olanları seçin. İmtahanda istifadə edilmiş sual nümunələrini çalışmışam ki, sınavlara əlavə edim və bununla da müəllimlər əsl miqdə özlərini hiss etsinlər və orada istifadə edilmiş sual nümunələri ilə daha yaxından tanış olsunlar. Mövsümi xərclər dəyişən xərclərin bir növüdür. Ümumiyyətlə xərclərimiz iki yerə bölünür. Daimi xərclər, dəyişən xərclər. Dəyişən xərclər özü də iki yerə bölünür. Mütəmadi xərclər və gözlənilməz xərclər. Mütəmadi xərclər özü də iki yerə bölünür. Dövrü xərclər və mövsümi xərclər. Burada bizə mövsümi xərclərin aid olanları soruşur. Təbii ki, mövsümi xərclərə aid olanlar girə meyvə və tərəvəzlərin tədarüküdür. Müxtəlif geyimlərin alınması. Bu mövsümi xərclər deyil. Yubiley, toy, nişan xərcləri. Bu gözlənilməyəndir. Dövr mətbuat haqqı. Bu daimidir. Kommunal xərclər, bu da daimidir. Düzgün cavabımız B variantı. Keçək sonraki sualımıza. Uyğunluğu müəyyən edin. Paralel hörmə və ilcəklər hörmə verilir bizə. Qeyd edim ki, muncuqla hörmədən demək olar hər il imtahana sual düşür müəllimlər. Bu ildə həm MİQ, həm də ki, sertifikasiyada biz bu suallardan mütləq şəkildə görə bilərik. Ona görə bu dərsdə maksimum diqqətli olmalıyıq. Gəlin görək, paralel hörməyə nələrə aiddir, ilcəklərlə hörməyə nələrə aiddir. A yazaq, buna da B yazaq. Bir sapın və ya məftilin iki ucu ilə yerinə yetirilir. Bu hansıdır? Təbii ki, bu paralel hörmədir. Aya gedəcək bir. Tilov və məftildən istifadə edilir. Müəllimlər, tilov və məftildən istifadə edirdiksə, təbii ki, bu da paralel hörmədir, düzdürmü? Həmçinin həcmli fiqur yaratmaq üçün biz buna istifadə edirdik. 1, 2. Lazımi miqdarda muncuq məftil üzərinə düzülür. Lazımi miqdarda deyirsə, söhbət ilcəklərlə hörmədən gedəcək. Məftil lazım olduğundan artıq vurulur. Bu da ilcəklərlə hörmədir. A-ya gedəcək 1, 2, B-yə gedəcək 3, 4. Torna və burğu dəzgahında hansı ötürmədən istifadə olunur?
Torna və burğu dəzgahında qayış ötürməsindən istifadə olunur. Ötürmələr ümumiyyətlə vintli, zəncir, dişli tamasalı qayış və dişli ötürmədən ibarətdir. Vintli ötürmədən verstakda, çəkən maşınlarda istifadə edilir. Zəncir ötürməsinə velosipedlərdə istifadə edilir. Dişli tamasalı ötürmədən drellərdə dəzgahlarda istifadə edilir. Dişli ötürmədən isə drellərdə istifadə edilir. Bu cür suallar da imtahanın vazgeçilməz suallarındandır. Keçək növbəti sualımıza. Əlvan metallar üçün qələmin itilik bucağı nə qədərdir? Qələmin itilik bucağı əlvan və qara metallar üçün dəyişir. Əlvan metallar üçün bu 35-40 dərəcə, qara metallar üçün isə 60 dərəcədir. Düzgün cavabımız burada D variantı. Torna dəzgahında hansı əməliyyat yerinə yetirilir? Torna dəzgahında deməli yerinə yetirilən əməliyyatımız yonmadır. Yonma üsulu ilə detalların müxtəlif silindr formaya, konus formasına salınması prosesidir. Uyğunluğu müəyyən edin. Şpon təbəqələrini üst-üstə yapışdırmaqla alınır. Faner, 1-ə gedəcək C. Faner və ya şponla üzlənmiş lövhələrdir. Buna gedəcək oduncaq yonqarlı piltələr. Deməli, müəllimlər, nə edirik? Bir dəqiqə. Yeniləyim buranı. Yazıqlarımızı silək. Aha, deməli, müəllimlər, baxın, dedik ki, şpon təbəqəsi ilə üstə yapışdırma yolu ilə alınır. Bura gedəcək faner, 1-ə C. Faner və şponla üzlənmiş lövhələrdir. Buna gedəcək xarrat lövhəsi D. Yonqar, kəpək, oduncaq tozu halına salınmış oduncağın eyni vaxtda preslənməsi deyirsə, bu elə gedəcək oduncaq yonqarlı pilitələr. Xüsusi dəzgahlarda alınan deyirsə, bu da şpondur. C, D, B, A. C, D, B, A. Düzgün cavabımız D variantı. Sonraki suala baxaq. İnteriyer əşyalarına və materiallara gözəl dekorativ görünüş və əntiqlik vermək, onlarda qoruyuculuq xassələrini yüksəltmək üçün məmulatın süni yolla yönəldilməsidir. 2 dənə açar sözümüz var. Bir əntiqlik, bir süni yol. Burada söhbət nədən gedəcək? Patinləşdirmədən gedəcək. İmtahanda istifadə edilmiş sualdır. Konstruksiya sözünün mənası latın dilindən tərcümədə quruluş deməkdir. Bu da imtahanda istifadə edilmiş sual nümunəsidir. Süd qaynayan zaman nə əlavə edilir ki, sürünməsin? Bir parça şəkər. Əlavə sual kimi sizlərə görünə bilinər, müəllimlər, amma 2023-də ya da ki 2022-də istifadə edilmiş sualdır bu sual. İlin ola bilər, tam dəqiq deməyəm. Ya 2022-də istifadə olunub bu sual nümunəsi və ya 2023-cü ildə. Yeyənin dişləri nə ilə təmizlənir? Polad fırça ilə. Dondurulmuş ətin donunu harada ziyansız açmaq olar? Təbii ki, havada. Burada hava deyəndə müəllimlər, söhbət evin havasından gedir, otaq temperaturundan gedir. Duzlu soyuq suda balığın donunun açılmasının ən yaxşı üsulu olardı. O da imtahanda istifadə edilmiş sual nümunəsidir. Yeni tədarik edilmiş oduncağın nəmliyi 60-80%-dir. Mühərrik necə mexanizmdir? Mühərrik elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir. Düzgün cavabımız D variantı. Deməli, mühərrik nə oldu? Elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizm oldu. Uyğunlaşdıraq. Müəllimlər, baxın, mütləq şəkildə imtahanda görəcəyiniz dərslərdən biri də budur. Keçidlərin, qurğuların tətbiq edilən alətlərin siyahısıdır. Bu, əməliyyat xəritəsidir. Eyni texnoloji və təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatların başa çatmış hissəsi. Başa çatmış deyirsə, burada söhbət nədən gedəcək? Texnoloji keçiddən gedəcək. Məmulatın bütün emal prosesini özündə əks etdirən əməliyyatlar və onların tərkib hissələri, materialları, məmulatın hazırlanması barədə ətraflı məlumat verir. Ətraflı sözümüz varsa, açar sözümüz ilə burada ətraflı idi.
Texnoloji xəritə. Düzgün cavabımız burada B variantı. Uyğunluğumuz isə belə oldu. D, C, B. Baxaq görək, hardadır o? Bir dəqiqə yenidən yazaq müəllimlər. Baxın, keçidlərin, qurğuların tətbiq edilən alətlərin siyahısı əməliyyat xəritəsidir. Texnoloji təchizat vasitəsilə yerinə yetirilən texnoloji əməliyyatların başa çatmış hissəsi texnoloji keçiddir. C, D, B olmalıdır. C, D, B. Baxaq görək, elə bir cavabımız varmı? C, D, B. A variantı. Düzgün cavab. Tərəvəzlərin ilkin emalının ardıcıllıqla verildiyi sıranı müəyyən edin. Baxın müəllimlər, istər tərəvəz olsun, istər ət olsun, istər balıq olsun, istər toyuq olsun. Hər birinin mexaniki emalı mütləq şəkildə imtahanda sizin qarşınıza çıxan sual nümunəsidir. Burada da bizdən tərəvəzlərin ilkin emalını ardıcıllıqla, baxın hamısında ardıcıllıqla soruşur. Növlərə ayırma, yuma, təmizləmə və doğramadır. Al qırmızı rəngi ilə seçilir, ağ və ya daxili pi qatı ilə xarakterizə edilir. Göstərilən əlamətlər hansı heyvan ətinin xüsusiyyətidir? Yaşlı inək və öküz ətinin xüsusiyyətidir. Soyuq dəymə zamanı hansı vitamin istifadə edilir? Vitamin C istifadə edilir. Uyğunluğu tapın. Tapaq. Birinci sualımızda nə deyir? 2-3 mm metal qatı götürmək üçün istifadə edilir. Bu dirsək zərbəsidir. 3-5 mm metal qatı götürmək üçün istifadə edilir. Bu çiyin zərbəsidir. Telişkələrin, iti kənarların götürülməsi üçün istifadə edilir. Bu da bilək zərbəsidir. Düzgün cavabımız B, C, A. C variantı. Pəstah nədir? Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. A variantı. Gips kardon lövhələrin üstünlüyü hansılardır? Tavanın öncədən hamarlanması. Baxın, bu getdi. Hamarlanmır çünki. Qüsursuz düz sədd. Kommunikasiya xətlərini və tavan arası sahəni gizlətmə imkanı bu da var. Yalnız xüsusi materiallarla istifadə, xeyr, istənilən materialla işləmə imkanına malikdir. Müxtəlif həndəsə formaların birinci səviyyədə qurulması. Bəli. Düzgün cavabımız 2, 3, 5, C variantı. Dondurucu aqreqatın əsas hissələrinin düzgün verildiyi sıranı müəyyən edin. Dondurucu aqreqat 3 əsas hissədən ibarət idi. Ümumi quruluşu 6 idi, amma 3 əsas tərkib hissəsi var idi. Bunlar kondensator, buxarlandırıcı və kompresor idi. Yarmaların növləri hansılardır? Yarmalarımız cilalanmış düyü, qarabaşaq, yulaf. Bunlar aiddir. Oduncağın kimyəvi emal növünə aid olanları seçin. Kimyəvi emal növündən alınacaq şin, alınacaq seluloz, alınacaq fotolent, alınacaq rezin ayaqqabı. 3, 5, 6, 7. Baxaq. 3, 5, 6, 8 üzr istəyirəm. Rezin ayaqqabı 8-dədir. 3, 5, 6, 8 C variantı. Pərçimlər başlığının formasına görə neçə cür olur? Yastı, yarım girdə, gizli və yarım gizli. Düzgün cavabımız A variantı. Oduncağın emalında istifadə edilən tərtibatların verildiyi sıranı müəyyən edin. Atlıq taxta, dayaq və mişarlama qutusu olmaqla 3 tərtibatdan istifadə edirik. Baxın, belə sualda imtahanda qarşınıza çıxa biləcək sual nümunələrindən də müəllimləri çaşdırır. Tərtibat və alətləri mütləq şəkildə ayırmağı bacarın. İstər oduncaqda, istər metalda, istərsə də parçada. Baxın, oduncaqda atlıq taxta, dayaq mişarlama qutusudur. Bu tərtibatlar metalda 2 cür olur. Sağanaq və əymə tərtibatı. Parçada isə sancaq, ülgü, kiçik çarx və manken olmaqla 4 cür olur. Keçək növbəti sualımıza. Yumurtanın tərkibində hansı vitaminlər var? A, D, B vitaminləri mövcuddur. 1895-ci ildə William Vine tərəfindən nə kəşf edilmişdi? Direl kəşf edilmişdi.
Ağac əkərkən qısa müddətdə köklər qurumaması üçün nədən istifadə etməliyik? Çürüntü əlavə edilmiş torpaqdan və ya gilli horradan. Sterilizə edilmiş süd neçə dərəcəyə qədər qızdırmaqla alınır? 120-140 dərəcəyə qədər qızdırmaqla alınır. Hansı variantda paxlalların bişmə müddəti göstərilmişdir? Lobya 1,5-2 saata, noxud 1,5 saata, mərci isə 1 saata. Aplikasiyanın hazırlanmasının düzgün verildiyi sıranı müəyyən edin. Bu da 2022 və yaxud da ki 2023. Tam ili dəqiq yadımda deyil. Bu illərdə MİQ imtahanında istifadə edilmiş sual nümunəsidir. Yenə deyirəm, real imtahan suallarını mən çalışıram ki, tətbiqə yüklüyüm. Müdavimlər real imtahan suallarından istifadə etsin. Düzdür, əksəriyyət testlərimiz var ki, mən orada şəkilli testlərə də üstünlük vermişəm. Çünki müəllimlər şəkillərdə baxırsan ki, nisbətən çətinlik çəkirlər. Çünki o qədər öyrəşib müəllimlər tərifləri öyrənməyə, qara hərflərlə yazılanları öyrənməyə və ona görə də şəkillərdə baxırsınız ki, nəsə nisbətən çətinliklər var və ona görə də çalışdığım qədər şəkilli testlərdə əlavə etmişəm bol-bol tətbiqimizə ki, müəllimlər işlədikcə gözləri alışsın, gözləri öyrəşsin. Gəlin görək aplikasiyanın hazırlanma ardıcıllığı necədir? Deməli, ilk növbədə aplikasiyanın eskizi hazırlanır. Birinci eskizi hazırlanacaq. Baxaq görək sonra nə gəlir. Eskiz hazırlanandan sonra detalların ülgüləri işlənəcək. 3, 6. Daha sonra hazırlanmış kağız ülgülər parçanın üzərinə düzüləcək. Parçanın üzərinə düzüləcək ülgülər 1, 3, 6, 1. Bir dəqiqə. Yazaq buradan səlgəli. 3, 6, 1. Daha sonra sancaqla möhkəmləndiriləcək. Gəlir 4. Daha sonra deyir, əgər kəsiləcək fiqurlar çox böyükdürsə, o parçanın üzərinə köklənəcək. 2. Daha sonra kağız ülgünün kənarları boyunca kəsilib götürüləcək. 8. Daha sonra deməli biz nə etdik? Kağız ülgünün kənarları boyunca kəsib götürdük. Kəsilmiş fiqurlar əsas səth üzərində eskizə uyğun düzüləcək. 5 və ən sonda düzüldüyü əsas üzrə bərkidiləcək. 7. Düzgün cavabımız 3, 6, 1, 4, 2, 8, 5, 7. B variantı müəllimlər. Uyğun gələn variantımız B variantıdır. Keçək sonraki sualımıza. Bərk ağac verilən sıranı müəyyən edin. Bərk ağaclarımız ağcaqayın, toz ağacı, palıddır. Şam küşnar, sidir, cökə, ağcaqulaq isə yumuşaq ağaclardır. Dür-alüminium hansı metalların ərintisindən yaranır? Dür-alüminium, mis, zink, alüminium və maqneziumun ərintisindən yaranan yumuşaq, yüngül, gümüş rəngdə metaldır. Yüngül və gümüş rəngdə metaldır. Hətta deyildi ki, yüngül olduğuna görə aviasiyada belə istifadə olunur. Şəffaf bəzəmədən əvvəl yerinə yetirilən əməliyyatlar hansıdır? Şəffaf bəzəmədən əvvəl 3 əməliyyat yerinə yetirilir. Təmizlənmə, cilalama, ağac xovunun təmizlənməsi. Ona görə də bütün variantlar uyğundur. Misin rəngi və əsasən harada istifadə olunur? Misin rəngi qırmızı əsasən də elektrotexnikada
istifadə olunur. İri çərtmələri olan tablandırılmış metal tircikdir. Söhbət törpüdən gedəcək. Burada suvant xırda çərtikləri olandı, yeyə müxtəlif hündürdə çərtikləri olandı. Natfillər isə 80-160 mm qalınlığında xırda və incə iş tələb edən detalların təmizlənməsində istifadə edilən alətimizdir. Bu naxış tikmədə bir-birinə sıx yapışan, təsviri dolduran düz sıra arası dikişlərlə aparılır. Bu deyir, naxış tikmə texnikası ilə hər şeyə naxış vurmaq mümkündür. Təbii ki, burada söhbət həcmli sıx naxış tikmədən gedəcək. Saplarla həcmli naxış tikmədə sadə irəli arxaya tikişlərlə yerinə yetirilirdi. Xaçvari həcmli naxış tikmədə də ən məşhur naxış tikmə texnikası idi. Hansı yonucu alətdir? Bu yonucu alətimiz deməli şerxebeldir. Uyğunsuzluğu müəyyən edin. Gəlin görək, məngənənin hissələrində olan uyğunsuzluğumuz hansıdır? 1. Vintdir. Bəli, 1 vintdir. 2. Tərpənməz başlıq. 2 tərpənməz başlıq deyil, müəllimlər. 2. Hərəkətsiz dodaq olmalıdır. Tərpənməz başlıq ümumiyyətlə məngənənin quruluşuna aid deyil. Deməli, olmalıdır 1 vint, 2 hərəkətsiz dodaq, 3 hərəkətli dodaq, 4 ayaq cadısı, 5 dəstək. Amma dediyimiz kimi tərpənməz başlıq yoxdur. Tərpənməz başlıq bıçqanın hissəsidir. Uyğunsuzluğumuz B variantıdır. Uyğunsuzluğu tapın. Gəlin tapaq. 1. Metal karkasdır. Bəli, metal karkası var. 2. Stol üstü qapaq. Bəli. Bu hissə stol üstü qapaqdır. 3-ə baxaq nə göstərib. 3. Qoruyucu tor ekran. Bəli, müəllimlər, 3 də elə qoruyucu tor ekrandır. Baxın, ekranını görürsünüz. 4. Məngənə. Bəli, müəllimlər, 4 məngənədir. Və E variantına alətlər üçün yeşik yazıb. Xeyr, müəllimlər, alətlər üçün yeşik yoxdur. Çünki bu bizə verilən kombin edilmiş verstakdır. Ancaq çilingər verstakı verilsəydi, bəli, alətlər üçün yeşik olardı. Ümumiyyətlə quruluşları eynidir. Həm kombin edilmişdə, həm çilingərdə hissələr eynidir. Tək bir fərqlə. Kombin edilmişdə alətlər üçün yeşik yoxdur. Çilingərdə isə alətlər üçün yeşik var. Düzgün cavabımız Y variantı. Uyğunsuzluğu müəyyən edin. Burada şəkil tam düşməyib, müəllimlər. Kərtiyi var. Deməli, Y hansı hissələrdən ibarət idi? Üzük, dəstək, üzük, daban, tircik, kərtik, uç hissə. Amma qəlibi yox idi. Tamamlayın. Meydanca, kiçik mismar, paz, tirciklər. Uyğun gələn variant gəlibdir. Çünki bu reismusdur və reismus 5 hissədən ibarət idi. Xətkeş, gəlib, sıxıcı vint. Fikri tamamlayın deyir və fikrimiz də sıxıcı vintlə tamamlanır və nə olur? 3 hissəsi olur. Bu nədir? Xarat künyəsidir. Müxtəlif bucaqların ölçüb nişanlanması üçün istifadə edilən. Hansı variantda uyğunluq pozulmuşdur? Gəlin yaxınlaşdıraq, müəllimlər. Görək hansı variantda uyğunluq pozulub. Santimetrli lent yumuşaq və plastik olmalıdır, amma dartılmamalıdır. Santimetrli lent yumuşaq olmalıdır. Bəli, bu fikirlə razıyam. Amma niyə plastik olsun ki, müəllimlər? Düzdürmü? Elastik olmalıdır. Elə bu yanlışdır, amma doğru yazıblar. Deməli, bir yanlışdır, uyğunsuz variantdır. Şəffaf kağız ülgülərin götürülməsi üçün istifadə olunur. Doğrudur. Doğruya da doğru yazıblar. Kiçik çarx ülgü xətlərinin parçaya köçürülməsi üçündür. Deməli,
Uyğunsuzluğumuz bir dəqiqə bir-biri idi. Qələm əlimdə idi, çıxdı. Aha, uyğunsuzluğumuz bir-biri idi. Kiçik çarx ülgü xətlərinin parçaya köçürülməsi üçündür. Düzdür bu. Amma düzə yanlış yazıb. Deməli, bir də uyğunsuzluğumuz elə 3-dür. Oymaq sol əlin orta barmağın ölçüsünə görə seçilir. Yanlışdır. Yanlışa yanlış yazdığına görə biz bunu uyğunsuz variant kimi götürmürük. Düzgün cavabımız A variantı. Keçək növbəti sualımıza. Nəyin alınma sxemidir? Məftilin alınma sxemidir. Hansı təsvirdir? Burada söhbət toxuculuqdan gedəcək. Düzgün cavabımız D variantı. Deyir ki, verilən xüsusiyyətlər arasında hansı muncuq hörmə üsulu yoxdur? İki sapla, daha doğrusu bir sapın və ya məftilin iki ucu ilə yerinə yetirilir. Paralel hörmə. Bəli, paralel hörmə var. İki əllə tutulan sapın ortasına bir muncuq dənəsi taxılır. Sonra növbəti muncuq dənəsi sapın istənilən ucuna keçirilir. Bu qarşıya hörmədir. Baxaq görək qarşıya hörmə var. Qarşıya hörmə ümumiyyətlə verilməyib bizlərə. Bu hörmə üsulunda məftilin uclarından birinə sonuncu muncuğu düzdükdən sonra yerdə qalan muncuqlar əks istiqamətli düzülür. İynəyə bənzər hörmə. İynəyə bənzər hörməmiz də var. A getdi, C getdi. Muncuqların ilgəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq borulur. Bu deməli ilgəklərlə hörmədir. İlgəklərlə hörmə E variantıdır. 5-ə baxırıq. Muncuqla işləməyin ən sadə üsuludur sadə zəncir düzməsi. Bütün hörmə üsulları haqqında məlumat var. Bir də Naxçıvari hörmə üsulu haqqında məlumatımız yoxdur. Düzgün cavabımız B variantı. Aha, imtahanı bitir düyməsinə vururuq. Bəs gəlin görək necə bal yığmışıq, bir yerdə baxaq. 100% nəticə və görürsünüz 50 sual, səhv sualların sayı 0, cavablandırılmamış suallarımızın sayı 0. Qalan vaxtımız isə 25 dəqiqə. Bu qədər dəyərli müəllimlər, uğurlar hər birinizə.